Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib. Bu barədə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib. Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub. Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə ERə silahlı qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. General-mayor Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin rəisi. 2003-2005-ci illərdə Bakı şəhər baş polis idarəsinin təşkilati inspektor idarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından dinin baş narkotiklərlə mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb, 2019-cu il noyabr ayında Daxili İşlər Nazirinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin rəisi təyin olunmuşdu.